Aprelin 28-də İran prezidenti Məsud Pezeşkiyanın ölkəmizə rəsmi dövlət səfəri ikitərəfli münasibətlərin inkişaf spektrlərinə işıq saldı. Bugün rəsmi Bakı, Tehranla əlaqələrin siyasi iradə, xoş niyyət kontekstindən davam və inkişaf etdirilməsi üçün münbit şərait yaradır. Məhz bunun nəticəsidir ki, İran prezidentinin səfərindən sonra ilk dəfə İrandan olan nümayəndə heyəti əlaqələrin təşəkkülünü müzakirə etmək üçün Bakıya üst tutub. Azərbaycanla İran arasında əldə olunmuş razılaşmaları alqışlayır və ümid edirik ki, bu, regionda yeni əməkdaşlıq dövrünün başlanğıcı olacaq. Bu fikirləri İran Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri mövzusuna həsr olunmuş görüşdə səsləndirdi. Bildirdi ki, rəsmi Tehran ikitərəfli münasibətlərin perspektivlərinə inanır və süni maneələrlə üzləşməyəcəklərinə ümid edir. İnkişaf və regionun tərəqqisi İran və Azərbaycan prezidentlərinin iradəsi ilə mümkün olub. Ümidvaram ki, bu münasibətlər gündəlik və adi əlaqələr səviyyəsində davam etdiriləcək. Süni maneələrlə qarşılaşmayacağıq. Tərəflər arasında dərin əlaqələrin bərqərar olmasına şahid olmaq arzusundayım. Tarix, mədəniyyət, ədəbiyyat və poeziya baxımından ortaq sivilizasiya köklərimiz var. Son günlərdə İran və Azərbaycan arasında münasibətlərdə yeni bir səhifə açılıb. Bu, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın Azərbaycana etdiyi səfərlə reallaşıb. Bu səfər onu göstərdi ki, iki ölkə süni maneələri aradan qaldırmaq və münasibətləri təbii axarına yönəltmək əzmindədirlər. Regionda heç bir iki ölkə İran və Azərbaycan qədər mədəni, tarixi, ictimai və coğrafi baxımından bir-birinə bu qədər yaxın deyil. Prezident Məsud Pezeşkiyanın ölkəmizə səfərinin strateji dialoqun bərpası, etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlıq formatlarının genişləndirilməsi baxımından mühüm dönüş nöqtəsi olduğu bildirildi. Mən düşünürəm ki, bugündən sonra və İran prezidentinin səfərindən sonra bu görüşlər, bu müzakirələr mütəmadi olacaq ki, ölkənin belə deyək, siyasi gündəliyi 100% eyni ola bilməz. Hərəsinin müəyyən bir baxışları var, həm qlobal problemlərə, həm regional problemlərə, amma yaxşı qonşuluq siyasəti tələb edir ki, iki qonşu arasında belə deyək, gündəlik maksimum dərəcədə yaxın olsun. Və ümidvaram ki, bu düşüncə mərkəzləri səviyyəsində olan təmaslar məhz bu məqsədə xidmət edəcək. Qonşu dövlətlərlə münasibətlərin inkişafı xarici siyasi kursunun prioritetinə çevrilmiş Azərbaycanla İran arasında əlaqələr tarixi köklərə malikdir. Qloballaşan dünyada tərəflər arasında diplomatik, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, energetika və digər sahələrdə əməkdaşlıq gücləndirilir. Mayın 6-sında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında anlaşma memorandumu imzalandı. Sənədə əsasən akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutuldu. Təhlillər göstərir ki, münasibətlərin inkişafına təkan verən belə amillər rəsmi Tehranın konstruktiv addımları timsalında daha effektiv nəticə verə bilər. Bizim istəyimiz odur ki, İran-Azərbaycan münasibətləri və yaxud da ki, Azərbaycanın digər qonşuları ilə münasibətləri bir-birindən asılı olmadan, bir-biri ilə şərtləndirilmədən inkişaf etsin. Şəxsi fikrim bundan ibarətdir ki, İran da Azərbaycanla münasibətlərini inkişaf etdirmək niyyətini səmimi şəkildə ortaya qoyacaqsa, onda Azərbaycanın digər qonşu ölkələrlə münasibətlərindən asılı olmamağını anlamalı və həm də onu başa düşməlidir ki, Azərbaycan müstəqil, suveren siyasət aparan ölkədir və Azərbaycan heç vaxt öz ərazisindən başqa ölkələrə qarşı, xüsusilə də İrana qarşı hansısa təxribatın, hansısa müdaxilənin olmasına heç vaxt icazə verməz. Təhlillər göstərir ki, münasibətlərin yüksələn xətt üzrə inkişafı təkcə rəsmi Bakının deyil, o cümlədən Tehranın da atacağı addımlardan ciddi şəkildə asılıdır. Zeynəb Mirzəyeva, Ramin Yaqubov, Real.